Bakı şəhəri Yasamal rayonu Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış 2 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadrat metr olan evin birinci mərtəbəsində yerləşən 2 otağın yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyidi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.